Dəyərli dostlar, qalibi seç xanasını artıq görmək istəyərik ekranımızda və ilk 30-cu günün tirajının qalibini sizlə bir yerdə seçək. Qalibi seç düyməsini sıxaq, 10 saniyəlik bir geri sayımımız olacaq. Artıq 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Alqışlayırıq dostlar qalibimizi. 30-cu günün tirajının iPhone 17 qalibi 55 695 71 nömrəli son 2 rəqəmli konfidensiallığa görə dediyim kimi bağlamışıq. Bir daha nömrəsini səsləndirəm. 55 695 71 mobil nömrəli dostumuz bizdən 30-cu günün tirajından iPhone 17-ni qazandı. Əgər o buradadsa mütləq şəkildə yazsın, biz onu tanıyaq. Keçdalaq digər 31-ci günün tirajının iPhone 17 qalibinə. Qalibi seç düyməsini sıxırıq. 10 saniyə sonra bir nəfər iPhone-un sonuncu versiyası olan 17-ni bizdən hədiyyə qazanacaq. Artıq 5 saniyə qalıb. 4, 3, 2, 1, 0. Növbəti qalibimizi də alqışlayırıq, təbrik edirik və bizim dostumuzun mobil nömrəsi 55 313 63 mobil nömrəli dostumuz bizdən iPhone 17-ni qazandı. Bir daha vurğulamaq istəyirəm. 55 313 63 maraqlıdır görən növbəti 2 rəqəm də 3 ilə olsa, həm də qəşəng nömrəsi var. Dostumuzu bir daha təbrik edirik. Keçid alaq 3-cü bizim iPhone 17 qalibimiz, yəni ayın 1-ini olan qalibimiz görən kimdir? Qalibi seç düyməsini sıxaq. Və rahat şəkildə artıq 10 saniyə. 10 saniyədən sonra bir nəfər dediyim kimi iPhone 17-ni qazanacaq. Ümid edirəm ki, içinizdən bir nəfər olar, yazar, biz onu tanıyarıq. Amma 3 saniyə qaldı. 2 saniyə, 1 saniyə və 0 saniyə. Bu dostumuzu da alqışlayırıq, dəyərli dostlar. Təbrik edirik. Deməli, 55 519 65 son 2 rəqəmini oxumuruq. 55 519 65 çünki o 2 rəqəmi görmürük. Amma qalibimizə canlı yayımdan sonra əlaqə saxlayacağıq, onları təbrik edəcəyik. Əgər siz də tanıyırsınızsa, zəng eləyib təbrik eləyə bilərsiniz. Dəyərli dostlar, qeyd etdiyim kimi artıq biz bugün 3 iPhone 17 qalibimizi təyin elədik. Amma 2 gün sonra artıq biz 2 iPhone 17 və həftəlik bir zikr avtomobilinin sahibini sizlə bir yerdə təyin edəcəyik. Bunun üçün nə etmək lazımdır? 4 üsulu mən səsləndirmişdim. Rahat şəkildə istədiyiniz versiyadan istifadə edərək şans paketləri alırsınız, qalib olursunuz. Rahat şəkildə bizə canlı yayımda sizin adınızı səsləndiririk. Amma mütləq sonda da vurğulayım ki, qalib olsanız, nömrəniz əgər uduşlu nömrə hesab olunursa, şəxsi adınız olmalıdır. 2 gün sonra yenə eyni saatda sizi burada gözləyəcəyik. Bilmək olmaz, bəlkə 2 gün sonra elə zikrin sahibi sizdən biri oldu. Gələn canlı yayımlarda görüşənədək. Xudahafiz.